Bugün beynəlxalq ana dili günüdür. Ana dili məsələsi də bizdə ən ağrılı və ən acınacaqlı gündə olan məsələdir. Bəs nəyə görə bu sahədə irəliləyiş yoxdur və bu sahədə də ancaq danışıqlar var boş-boş və heç bir iş görülmür? Deyəcəksiniz ki, bu dövlət, yeni hakimiyyət deyəcəksiniz. Xeyr, burada nəsnə tam ayrıdır. Nəsnə xalqın hələ formalaşmayan bir toplumun genində olan paxıllıqdır, qısqanclıqdır. Məsələn, Sovet dövründə Səlim Cəfərov adlı Saxur alimi var idi ki, Azərbaycan dilinin qrammatikası, morfologiyasını yaratmışdı. Amma indi müstəqillik dövrüdür. Orada Moskva diktə edirdi az-çox nə isə, amma indi Bakı diktə edir və bu Elmlər Akademiyamız da var. Oradan bir dilçi alim, yaxud alimlər çıxmır ki, bu Azərbaycan dilini inkişaf etdirsin, ona da yeni sözləri qəbul etdirsin, nəzarət etsin. Niyə görə? Çünki birincisi, Saxur, Talış, Avar, hər hansı bir başqa millətdən olanlara soyuq münasibət olubdur. Bizim özümüzünkülər heç vaxt onları qabağa keçirməzlər. Sonra məsələ özləri olanda, orada olur Qarabağlı, Bakılı, Şirvanlı, Naxçıvanlı, nə bilim Yeraz, indi öz aralarında başlayır dığdıqalar və nəticədə savadlı adamı heç vaxt qabağa çıxarmırlar. Başqa bir alim də var Türkiyədə, Akop Martayan. Hansı ki, o da Türkiyə türkçəsini hazırlayıbdır, yəni açar veribdir və ona görə də Atatürk ona dil açar adını verib. Atatürkə bir erməninin türk dili üzrə mütəxəssis kimi çalışmasına etiraz bildirəndə deyib ki, içinizdə peşəkar bir türk alimi varsa, gətirin qabağa, biz bu işi ona verək. Yəni, onlarda peşəkarlar tapılmayıbdır. Bizi isə bax, bu paxıllıq, qısqanclıq, hansı ki, öz aralarında da bir-birlərini sevmirlər ki, Azərbaycanlıların Türkiyəm özünə deyənləri bir-birini sevmir. Sevsəydilər, dili inkişaf etdirərdi də və sadə insanlar da mənim kimi digərləri də məcbur olurlar hər hansı bir nəyisə izah eləmək istəyəndə insanlar başqa dillərdən müəyyən sözləri gətirib daxil edirlər. Nəticədə də bax, bu cür illərlə danışırıq və fakt da faktlığında qalır ki, Sovet dövründə Azərbaycan dilinin qrammatikasını, morfologiyasını Saxur Səlim Cəfərov yazıb, Türkiyədə də Akop Martayan, yəni Akop dil açar. Bu faktları isə dəyişə bilməzsiniz. Nə qədər danışsanız da, danışıqlarınız boş-boş danışıqlarsa. Sonunda dil gəlir, bax bu cür eybəcər vəziyyətə düşür. Akop Martayana da mənim diqqətimi bir vaxtlar ermənilər haqqında video çəkəndə bir erməni millətin nümayəndəsi yazmışdı. Bugün də onları yad etməliyəm. Və ruhlarına sayğı duyuram ki, onlar işlərin öhdəsindən gəliblər ki, indi hələlik hər iki dil az-çox öz varlığını saxlayıb.